Salam, Kod Riyaz İşləri 38-ci sualım. Proqramı quracağıq bu gün. Bizdən soruşur ki, klaviaturadan daxil edilən sətirdə rəqəm tipli simvolları A hərfi ilə əvəzləyərək çap edən proqramı Python dilində yazın. Klaviaturadan daxil eləyək, bir sətir daxil eləyək, input. Daha sonra bir S sətri götürək, S-də saxlayacağıq. Daha sonra rəqəmlər olan bir dəyişən götürək. Çünki yoxlayacaq rəqəmləri biz A simvolundan dəyişməliyik. Sonra dövr yaradaq. Birbaşa dövrdən istifadə edəcəyik. For in n bütün daxil edilmiş sətrin bütün simvollardan müraciət eləsin. Şərt yoxlayaq. Əgər i rəqəm dəyişənində varsa neynəsin? S-in üstünə A gəlsin. A simvolu. Yəni rəqəmi əvəzləsin A simvolunu. Yox, əgər rəqəm deyilsə, simvoldursa, S-in üstünə həmin simvolu gəlsin. Daha sonra tapa geçsin bizim yeni sətrimiz. Gəlin bir burada sətr yaradaq, yoxlayaq. Məsələn, Alisoy 1, 2, 3, 4, 5 Anar yoxlayaq. Alisoy həmin 1, 2, 4, 5 neçə rəqəmdən ibarət idi? 2, 4, 5. Alisoy 1, 2, 3, 4 və 5. Həmin simvolları A hərfindən əvəzlədik.